Salam, bugün sizlərə qartal haqqında məlumat verəcəm. Məlumata keçmədən öncə kanala abunə olub, like atıb, rey yazmağı unutmayın. Qartal şahin fəsləsinə aid olan ən böyük və ən qüvvətli yırtıcı quşlardan biridir. O, əzəmətin iti gözləri və yüksək uçuş qabiliyyəti ilə quşların şahı adlanır. Dünyadan bu quşlardan təxminən 40 növü mövcuddur. Yetkin bir qartalın qanad açılımı 2,5 metrə qədər çata bilir. Onun ən təhlükəli silahları iri dimdiyi və dəmir kimi iti caynaqlardır. Qartalların əsas dağ silsiləsində uca qayaların dibində yuva qururlar. Çünki bu onların ərazini idarə etməyə imkan verir. Qartalların görmə qabiliyyəti inanılmaz dərəcədə güclüdür. Onlar böyük bir hündürlükdən yerdəki kiçik sıçanı, ilanı və ya kərtənkələni görə bilirlər. Bir çox növləri monoqamdır, yəni ömürləri boyu yalnız bir dişi ilə cütləşir və hər il eyni yuvadan istifadə edirlər. Qartal təkcə bir heyvan deyil, həm də gücün, cəsarətin və azadlığın rəmzidir.